Salam hər kəsə. Bu gün mən sizə müxtəlif cinsli, qoşa saitli sözlərin izahını verəcəm. Deməli bu indi izah verəcəyim mövzu elə bir mövzudur ki, həm də imtahanda deməli qarşınıza çıxa bilər. Bu 4-cü sinif imtahanında ola bilər, bu 9-cu buraxılış imtahanında ola bilər, 11-ci sinif imtahanında ola bilər. Ümumiyyətlə hər zaman qarşınıza çıxa biləcək bir mövzudur. Bunu daha dərindən öyrənmək üçün öyrənmək daha doğrusu lazımdır və əgər istəyirsinizsə çətin qalan mövzular arasında şərhlərdə qeyd edin, izah eləyim. Gördüyünüz kimi mən əvvəlcədən qeyd etmişəm sizə qoşa cinsli, müxtəlif cinsli, qoşa saitli sözləri. Baxın uşaqlar, tərkibində, bir sözün tərkibində a, i, a, i, ə, i, u, i, o, e müxtəlif cinsli qoşa samitdir. Baxın, müxtəlif cinsli nəyə deyilir? Yəni, hər ikisi də sait olur. Hər ikisi də sait olur, amma fərqli saitlərdir. Baxın, a da fərqli saitdir. Məsəl üçün, qalın saitdir, dodaqlanmaya saitdir, uzun tələffüz olunan saitdir. Amma i, deməli, qapalı saitdir, uzun tələffüz olunmur, incə saitdir. Yəni, müxtəlif cinsli qoşa saitin birləşməsidir. Amma sizə eyni cinsli qoşa samit birləşməsi deyərsə, məsəl üçün, a ola bilər. Və yaxud da, məsəl üçün deyirəm, təbii ki, ola bilər. Bunlar qoşa, eyni cinsli qoşa sait adlanır. Çünki hər ikisi də eynidir. Amma müxtəlif cinsli deyəndə ağlınıza gəlsin ki, fərqli olan, ayrı yazılan, ayrı tələffüz olunan saitlərdən söhbət gedir. Deməli, a, verilən bu sözləri yazmışam. Burada gördüyünüz bu saitlər sözün həm deməli əvvəlində, həm ortasında, həm sonunda işlənə bilər. Və bu saitlər işləndiyi zaman, sözün tərkibində işləndiyi zaman mütləq şəkildə deməli bu iki saitin ortasına y samiti, y bitişdirici samiti əlavə olunur. Tələffüz zamanı təbii ki. Məsəl üçün, a, i sözündə xain sözünü yaza bilərəm. Xain sözünün yazılışı xain, görsüz, a və i birləşik, müxtəlif cinsli qoşa saitdir. Tələffüzü olacaq xain. Baxın, i və a və i-nin ortasına y samiti əlavə olundu. i və a qoşa, müxtəlif cinsli qoşa saitinin məsəl üçün deyə bilərsiniz ki, dialoq. Burada yazılış necədir? Dialoq dursa, biz onun tələffüzündə deyəcəyik dialoq. Dialoq. Daha sonra i var. İdə məsələn deyə bilərsiniz məişət. Məişət yazılır. Və i gördüyünüz kimi birləşikdir. Qoşa, müxtəlif cinsli qoşa saitdir. Tələffüz zamanı nə deyəcəksiniz? Məişət. Məişət. Y samiti əlavə olundu. Və digərlərdə bu şəkildə davam edəcək təbii ki də. Və biz baxırıq i və əyə, məsəl üçün təbiət sözü. Tez qabağımıza çıxır, təbiət yazılır. Tələffüz zamanı təbiət oxunur. Və bu işarə transkripsiya işarəsidir. Bu işarə ancaq tələffüzü göstərir. i və o da məsəl üçün stadion ola bilər, radio ola bilər. Tutaq ki, məsəl üçün radio yazıram. Radio. Baxın,
i və o'nun birləşməsidir. Burada tələffüzü necə olacaq? Radio. Oldu, radio olacaq. Sonra u və i'nin deməli, məsəl üçün ola bilər sui-qəsd. Necə yazılır? Sui-qəsd yazılır. Tələffüzü isə sui-qəsd. Tələffüzü isə olur sui-qəsd. Burada y əlavə olunduğu halda olunur. Tələffüz zamanı d-da t-ya keçir. O-edə isə poema sözünü götürə bilərsiniz. Poema. Poema sözündə isə poema kimi tələffüz olunacaq. Baxın, gördüyünüz kimi yazılan bu saitlərin tələffüzü birləşik yazılışda bu saitlər sözün tərkibində işlənir. Baxın, sözün sonunda gəlib, sözün ortasında gəlib, əvvəlində və s. Hər yanda yeni gələ bilər, işlənə bilər. Bu sözlər işləndiyi zaman söz tərkibində y samitini, bitişdirici y samitini əlavə eləyirik. Ora tələffüz zamanı y ilə, məsələn, xaindirsə xain kimi tələffüz olunur. Sonra bizdə digər sözlər var. Hansı ki, a, e-a, e-ə, ə-a, e-o, ü-o, ü-a, ü-ə, a-u, u-a və u-e, u-ə. Bu bitişdir, deməli, müxtəlif cinsli qoşa saitlər yenə də sözün istənilən yerində işlənə bilər, tərkibində istənilən yerdə yazıla bilər. Bu sözlər, bu saitlər sözün tərkibində işləndiyi zaman y bitişdirici samitindən bəzi sözlər var ki, onlarda istifadə olunmur. Yəni bu söz yazıldığı kimi, tələffüzü də yazıldığı kimidir. Məsəl üçün müəllim sözü. Müəllim sözünün yazılışı müəllimdir, tələffüzü də elə müəllim olacaq. Daha sonra okean sözüdür. Yazıldığı kimi tələffüz olunur. Maniyə. Bu sözdə olduğu kimi tələffüz olunur. Məsəl üçün saadət, səadət sözü. Burada siz qoşa saitləri görüb götürüb səadət deyə bilmərsiniz. Yazıldığı kimi tələffüz olunur bu sözlər. Məsəl üçün teorimdir. Teorim. Necə yazılırsa o cürdə tələffüz olunur bu sözlər. Dua sözüdür, pauzadır. Və s. Bu sözlər təbii ki, yazıldığı kimi də tələffüz olunur. Bunlara y samiti əlavə olunmur. Y samiti qəbul etməyən bu sözlər, digər sözlər isə y samitini qəbul edir. Yəni, sözün ortasında tələffüz zamanı bu saitlərin arasına y-ni əlavə eləyirik.